Hərçənd ki, dronlar Rusiya-Ukrayna müharibəsinin gedişatını formalaşdırsa da, hər iki ordunun əsas dayağı hələ də zirehli texnikadır. Tanklar, piyadaların döyüş maşınları və özünü qidalanan hoytserlər daxil olmaqla. Həqiqətən də zirehli texnika əraziyə hücum və ya müdafiə əməliyyatlarında mərkəzi rol oynayır. Dronlar isə bu əməliyyatlarda dəstək funksiyası daşıyır. Eyni zamanda, dron zərbələrinin effektivliyi zirehli texnikanın istifadəsini məhdudlaşdırıb və hazırki döyüş meydanı tıxacına səbəb olub. Lakin Ukraynada zirehli hücumların dağıdıcı nəticələrinə baxan Rufnewsun məlumatına görə, Rus analitiklər belə formasyonların artıq əvvəlcədən müəyyən edilmiş əməliyyat məqsədlərinə çatmadığını qənaətinə gəliblər. Keçmişdə etibarlı və effektiv hesab edilsələr də, Rusiya ordusunun zirehli sütunları davamlı istifadəsi fəlakətli itkilərə yol açıb. Bu itkinin səbəblərindən biri müasir dəqiq antitank silahlarıdır ki, müdafiəçilərə fərdi texnikanı uzaq məsafədən hədəfə almağa imkan verir və beləliklə zirehli texnika piyadaları dəstəkləmədən və ya reaktor əldə etmədən neytrallaşdırılır. Geniş minalanmış sahələr və Dragon State kimi müdafiə mövqeləri hərəkəti ləngidir. Texnikanı müəyyən edilmiş dəhlizlərə yönəldir ki, bu da onları birbaşa və dolayı atəş üçün daha həssas edir. Dronlar tərəfindən davamlı izləmə hücumların erkən mərhələrindən aşkar olunmasını təmin edir, hərəkətləri ifşa edir və real vaxt hədəfləmə məlumatı verir. Bu da müdafiəçilərə atəşi əvvəlcədən planlaşdırmaq və dinamik tənzimləmələr etmək imkanı yaradır. Nəticədə itkilər daha çox cəbhə xəttində deyil, hərəkət zamanı baş verir. Sıradan çıxmış texnika isə ardınca gələn qoşunların hərəkətini çətinləşdirən sıxışma nöqtələri yaradır, itkiləri artırır və əməliyyat tempini zəiflədir. Bu faktorlar birlikdə zirehli hücumların erkən mərhələdə aşkar olunması, real vaxt izlənməsi və hədəfə çatmazdan əvvəl sistematik şəkildə qarşısının alınması kimi aydın bir nümunə yaradır. Bundan əlavə, Rusiya komandanlığının eyni hücum oxlarını təkrar istifadə etməsi bu itkiləri daha da artırır, arxa əraziləri öldürmə zonalarına çevirir və zirehli hücumların nəticəsini cəbhəyə çatmadan əvvəl müəyyən edir. İndi zirehli texnikadan istifadə onları daha güclü etmək əvəzinə daha həssas edir, hərəkəti yavaş və proqnozlaşdırıla bilən edir, itkilərin yığılmasına səbəb olur və əməliyyat nailiyyətləri əldə olunmur. Zirehli texnika cəbhədə davamlı istifadə edilə bilmədiyi üçün Rusiya əslində hücum doktrinasının son koordinasiyalı çərçivəsini itirir. Effektiv tank və texnika hücumlarının azalması uzun müddətdir ki, Rusiya qoşunlarının sadəcə sayı, sürət və güclü qorunmaya güvənə biləcəyi fikrini şübhə altına alır. Zirehli müdafiə olmadan hücum əməliyyatları bahalı piyadaların irəliləməsinə çevrilir, həm əməliyyat dərinliyi, həm də həlledici reaktor əldə etmə qabiliyyəti yoxdur. Zirehli texnika artıq həlledici hücum üstünlüyü təmin etmir. Əksinə, Rusiya doktrinasına uyğun istifadə edildikdə nisbətsiz xərclər yaradır. Rusiyanın və Ukraynanın zirehli texnikanı dronlardan qorumaq cəhdləri, qlobal terrorla mübarizə dövründə koalisiya qüvvələrinin texnikanı irdilərdən qoruma səylərinə bənzəyir. Hər iki halda rəqib yeni qoruyucu tədbirləri keçmək üçün sürətlə uyğunlaşır və həmin tədbirlərin yaratdığı zəiflikləri istismar edir. Bu halda Hedgehog tankı texnikanın çəkisini artırır. Lakin əsasən FPV dronlarına və bəzi bomber dronlarına qarşı qoruma təmin edir. Bu zəifliklər artıq yeni taktikalar və sursatların hazırlanması ilə istismar olunur ki, Hedgehog dizaynını məğlub etsinlər.